Hamıya salam. Bugün Java dərslərinə başlayırıq. Deməli, Java nədir? Java bir backend proqramlaşdırma dilidir. Obyekt yönlüdür və heç bir əməliyyat sisteminə asılı deyil. Yəni ki, siz bir Java kodunu istənilən əməliyyat sistemində run eləyə bilərsiniz. Biz Java kodlarını yazmaq üçün bizə birinci bir ide lazımdır. Mən IntelliJ IDE istifadə edirəm. Siz istədiyiniz ideni istifadə edə bilərsiniz. Buradan əməliyyat sistemimizi seçəndən sonra download vurub yüklüyorsunuz. Əgər sizin aktiv tələbə mailiniz varsa, bunun ultimate versiyasında pulsuz istifadə edə bilirsiniz. Ondan sonra bizə bir dənə JDK lazımdır. 25 işləməyə hələ ki məsləhət görmürəm. Çünki o hələ təzə çıxıb, bəzi buglar falan var. 21 işlədirəm mən. 21 məsləhət görürəmsə ki, yükləyəsiniz. Bunu yükləyəndən sonra bir dənə terminala girib terminala sonra Java version yazmalısınız. Əgər sizdə belə bir dənə şey çıxmırsa, deməli düzgün yüklənməyib. Bunları yükləyəndən sonra IntelliJ açırsınız. IntelliJ açanda sizi belə bir dənə səhifə qarşılayır. Burada New Project-ə basırsınız. Sol tərəfdə belə şeylər gəlir. Buradan Java-nı seçirsiniz. Java-nı seçəndən sonra proyektin adını verirsiniz. Məsələn, mən adını verirəm ki, Lesson 1. Və location gəlir. Bu location o deməkdir ki, sizin kompüterdə harda saxlanılacaq bu proyekt. IntelliJ yükləyəndə sizdə avtomatik olaraq user papkasının altında IDEA Projects adında bir dənə folder açılır. Bütün proyektlər ora düşür. Ondan sonra bunu işarələməyə ehtiyac yoxdur. Build System IntelliJ olaraq qalsın. JDK burada add JDK from disk deyib bayaq yüklədiyiniz JDK-nı da qoya bilərsiniz. Yaxud burada download JDK deyib buradan istədiyiniz versiyasını yükləyə bilərsiniz. Ondan sonra bunu işarələməyin. Bu özə əlavə kod verir. Lazım deyil. Burada dəyməyə ehtiyac yoxdur. Create vurursunuz. Create vuranda bizə belə bir dənə pəncərə qarşılayır. Bizə əsas maraqlandıran burada src papkasıdır. Çünki bizim bütün kodlarımız bu source papkasının altında olacaq. Başqa burada git ignore var. Bunu hələ dəyməyə ehtiyac yoxdur. Çünki hələ git keçməmişik. IDEA papkası var. Bu IntelliJ-in özünə məxsus bir papkadır. Bir də external libraries var. Biz hələ kitabxana əlavə eləməmişik deyə burada sadəcə JDK-dan gələn kitabxanalar var. Deməli, biz dedik ki, bütün kodlarımız source papkasının altında olacaq. Kod yazmaq üçün birinci bizə bir class lazımdır. Sağ klik vururam, new, Java class deyirəm və classımın adını verirəm. Class adını istədiyiniz kimi verə bilərsiniz, amma bir dənə şeyə diqqət etmək lazımdır ki, bunun ilk hərfi mütləq şəkildə böyük olmalıdır. Enter vurandan sonra kodlarımızı bu klassın içində yazacağıq. Bizim kodlarımızı run eləmək üçün bizim bir dənə main metoduna ehtiyacımız var. Bunun üçün bir dənə PSVM yazıb enter vururuq və bizə özü hazır avtomatik main metodunu generate edir. Bunun adı mütləq şəkildə main olmalıdır. Yəni bu belə olsa, görürsünüz, bozar, işləmir. Main metodunu yaradandan sonra görürsünüz ki, burada void yazılıb, static yazılıb, public yazılıb. Bunlara hələ ki dəyməyə ehtiyac yoxdur. Bunların növbəti videolarda daha ətraflı izah eləyəcəm. İndi əsas konsola ilk kodumuzu yazaq. Cout deyərək, bunun qısaltmasıdır cout, systemout.println. Bu əsas konsola yazı yazdıran şeydir, funksiyadır. Məsələn, mən buraya yazıram ki, hello world. Kodu run eləyəndə, baxın, bura gəldi hello world. Məsələn, mən dalıca yazıram ki, hello Java. Run eləyəndə bu da onun altında gəldi. Bir systemout.println var, bir də ki systemout print var, yəni bu elensiz. Bu elen line-ın qısaltmasıdır. Yəni ki, Java konsola bu hello world-u yazır, daha sonra bir sətir aşağı düşür, bu birisi yazını yazır. Bunun belə olmaması üçün buradan bir dənə eleni silib systemout.print eləyirik bunu. Məsələn, run eləsəm mən indi bunu, baxın yanaşı yazdı, prosto boşluq yoxdur, heç nə olmaz. Yəni konsola yazı yazdırmaq belədir. Daha sonra data type-lara gələk.
Deməli, data typelar Java-da iki cür olur. Bir primitiv data typelar, bir də non-primitiv. Non-primitivləri reference data typelar deyilir. Bunların əsas fərqləri odur ki, primitiv data typelar stack yaddaşda saxlanılır, non-primitivlər isə heap yaddaşda saxlanılır. Onların referansları stack yaddaşda saxlanılır. Buna da növbəti videolarda daha ətraflı baxacağıq. Deməli, Java-da 8 dənə primitiv data type var. Deməli, boolean əsas məntiqi dəyərlər saxlayır. Daha sonra byte, short, int, bir də ki long tam ədədləri saxlayırlar. Bunların tək fərqi tutduğu yaddaşdır. Bir də ki kapasitəsində olan ədədlərdir. Məsələn, int-lə mini yazmaq olar, amma byte-la, short-la min ədədini yazmaq olmur. Ondan sonra float-la double kəsr sayları saxlayır. Bunların da fərqi odur ki, float kiçik rəqəmlərlə istifadə olunur, double isə böyük rəqəmlərlə istifadə olunur. Bir də char var. Char isə simvolları saxlayır. Daha sonra non-primitivlərdə isə stringlər var, arraylər var, bir də klassların obyektləri var. Arraylərlə obyektlərə növbəti dərslərdə baxacağıq. Bu gün bir dənə stringləri göstərəcəm. İndi IntelliJ təzədən qayıdıram. Və birinci boolean demişdik. Boolean məsələn bir true dəyəri alır, bir də ki false dəyəri alır. Sadəcə bu iki dəyər ola bilir. Başqa bir dəyər ola bilmir. Daha sonra byte, short, int, long. Bunlar bayaq da dediyim kimi hər biri tam ədədləri saxlayır. Məsələn 10 deyirəm. Mən bunu shortla da 10 deyə bilərəm, int-lə də 10 deyə bilərəm, long-la da 10 deyə bilərəm. Yəni bunların tək fərqi tutduğu yaddaş sayıdır və tuta bildiyi ədəd sayıdır. Daha sonra bizdə float və double var. İkisi də kəsr sayları saxlayır. Float bayaq da dediyim kimi kiçik sayları saxlayır və float'u yazanda mütləq şəkildə onun arxasına f yazmaq lazımdır, amma double-da elə şey yoxdur. Onsuz real praktikada da float demək olar heç istifadə olunmur, ancaq double-dan istifadə olunur. Və bu tam ədədlərdən sadəcə int istifadə olunur real praktikada, yəni az görmüşəm bunları. Byte, short ümumiyyətlə görməmişəm, amma longu int qədər görməmişəm heç. Bir də char var. Char simvolları saxlayır. Charı bir də qeyd eləməyin, daha doğrusu char dəyəri yaratmağın 3 növü var. Məsələn, bunlardan birincisi birbaşa belə yazmaqdır. Bunun sintaksinə baxsaq, tək dırnaqda yazılır və burada sadəcə bir dənə simvol yazıla bilər. Məsələn, mən bura AB belə yazsam, bu qızaracaq. Sadəcə bir dənə simvol saxlaya bilir. Ondan sonra charı bu cürdə yazmaq olar. Bu gedir ASCII table-ından onu götürür, gətirir. Buraya yazsam ki, ASCII table. Bura girsəm. Məsələn, mən 65 yazdığım üçün gələcək buradan 65-ci sırada A hərfi var. Gəlib A hərfini götürəcək. Bir də ki, charı bu cür tərs slash u ilə də yazmaq olur. Bu da Unicode-dan gedir götürür. Buraya yazsam ki, Unicode table. Bura girsəm. Baxın, burada bütün simvolların Unicode kodu var. Məsələn, A-nın Unicode'u U0041'dir. İndi mən bunu hər birini çapa versəm belə. Baxın, hər biri A oldu. Bir dənə bu S oldu. 67 S'dir, 65 daha. Yəni, bu cür vermək olur char dəyərləri. Primitiv dəyişənlərdən bu qədər. Daha doğrusu primitiv data type'lardan. Bir də non-primitivlərdən stringlərə baxaq. Stringlər yəni text saxlayırlar. Məsələn, string str bərabərdir hello world. Bura yəni çoxlu şeylər yazmaq olar yəni bura. Məsələn, salam necəsən? Yazmaq olur hər cürə şey bura. Run eləsəm, baxın gəldik bura output.
Başqa bu qədər data typeları haqqında bayaq da dediyim kimi arraylər və obyektlər haqqında növbəti videolarda danışacağam. Bugünlük bu qədər. Növbəti videoda görüşərik.